Salamlar Aygün xanım, yeni videomuzda xoş gördük sizi. Bu dəfə artıq, Hər vaxtınız xeyir olsun. bu dəfə gözəl Bəli, bir bəli, yeni videoda. videomuz. Bəli, yeni videomuz son videomuz düzdür. Yəni bu ay üçün nəzərdə tutduğumuz son videomuzdur. Bir xeyli danışdıq əslində bu ayda. Ümid edirəm ki, izləyicilərimiz də izlədilər, belə deyək, öyrəndilər bir şeylər. Təbii ki, həmişəki xatırlatmanı yenə edirəm ki, videolarımızı mütləq şəkildə bəyənməyi və abunə olmağı və bizə belə deyək, şərhlər yazmağı unutmasınlar. Alma vermə balansımızı bu şəkildə qoruyaq. Və bugün biz istəyirəm sizinlə danışaq. Bu da mənə çox gələn suallar arasındadır. Fərqli yerlərə bunu biz çıxarda apara bilərik əslində. Ümumi mövzu nəzarət, daima kontrol etmə ehtiyacıdır. Amma bu mövzu da dediyim kimi fərqli yerlərə yəni aparıla bilər. Yəni məsələn nəzarət kontrol etmə ehtiyacı bizi qısqanclığa da aparıb çıxardır. Nəzarət kontrol etmə ehtiyacı bizi məsələn bir qadın kimi dominant bir qadın düzdür bizdə yəni və yaxud da ki o eril enerjimizin tavana çıxmasına gətirib çıxardır. Nəzarət etmə ehtiyacı bizi mükəmməlliyətçi olmağa aparır. Düzdür görün belə nə qədər yenə də aparır ora bura. Və biz bugün danışacağıq ki, bax bu nəzarət kontrol ehtiyacının daxil, yəni altında hansı səbəblər var və biz bu səbəbləri belə deyək, hansı belə deyək, detallı formalarda necə işləyə bilərik, daha belə ingilislərin o quick solution deyə dediyi sürətli bir formada necə işləyə bilərik, onlardan danışacağıq sizinlə. Ümumiyyətlə bu kontrol etmə ehtiyacı pis bir şeydir. Yəni bəzən çox pis bir şey kimi qələmə verirlər bunu. Bəzən yox edilməlidir, kontrol edilməsə, yəni həyatımızın sanki iplərini buraxmış olaraq kimi də anlaşılır. Yəni bu hansı halda pis bir şeydir? Bizi harda balansı qaçırıb, bəlkə biraz da buradan başlasanız bizə bir yol göstərmiş olarsınız. Kontrol etmə ehtiyacı əslində pis bir şey deyil. Yəni o deyildiyi qədər pis bir şey deyil. Biz tamamilə həyatın kontrolunu buraxsaq, onda biz bu həyata nəyə gəlmişik ümumiyyətlə? Mən əgər yəni ümumiyyətlə bilirsiniz, insanlar balansı heç çox çətin anlayırlar. Yəni məsələn birinə deyirsən ki, kontrol etməyi burax, deyir ki, tamam buraxdım, hər şeyi buraxıb çıxıb gedir. O zaman yenə olmur, düzdür? Və ya da ki, deyirsən ki, tamam biraz nəzarət ilə, çox nəzarət. Yəni həyat həmişə balansdan ibarətdir, düzdür? Bunu belə deyək, fərqli bir formatda yenə Phoenix fərdi inkişaf proqramında mən izah etmişəm ki, bizim haralarda əslində kontrol etmə dürtümüz, yəni işimizə yarayır və olmalıdır da əslində. Yəni həyatı dediyim kimi biz bu şəkildə başıboş buraxa bilmərik. Xüsusən də münasibətlərdə, onu deyim ki, əgər sizin münasibətlərdə kontrol etmə dürtünüz varsa, istəyiniz varsa, xüsusən də sizə bu çox faydalı olacaq oradakı izah və terapiyalar. Çünki kontrol etmə dürtüsü əslində belə deyək, biz bunu tamamilə yox etsək, bu bizim çox zaman işimizə yaramaya bilər. Münasibətlərdə xüsusilə də, yəni bunu mütləq şəkildə vurğulayım burada. Biz bunu tamamilə yox etmirik. Biz sadəcə bilməliyik ki, hansı dozada münasibətdə də kontrol lazımdır. Baxın, hansı dozada lazımdır. Qısqanclıq da hətta bunun içərisindədir. Hətta dediyim kimi o dominantlıq da bunun içərisindədir. Bu barədə Deşi Pro'da biz dominant qadın hissəsində biraz danışdıq, belə deyək. Amma daha belə deyək, detallı qısqanclıq, kontrol, nə bilim, nəzarət etmə istəyi sizə əslində münasibətdə necə kömək edə bilər? Bax, o Phoenix fərdi inkişaf paketinin içərisində video formatında var. Bu barədə danışmışıq və daha sonra da kontrol etmə ehtiyacımızı biz necə balanslaya bilərik, nələri hansı formada edə bilərik. Bunu da texnika terapiya ilə işləmişik həmin fərdi inkişaf proqramında. İndi gəlin baxaq, amma yəni qəşəng bir yerə toxundunuz ki, bəli izləyicilər, mən bunu heç deməyəcəm, amma izləyicilər madəm ki, yəni siz soruşdunuz, mən də deyim ki, bəli bu kontrol etmə ehtiyacı əslində çox da lazımsız bir şey. Ümumiyyətlə heç nə lazımsız deyil. Bunu mən həmişə deyirəm axı, heç nə lazımsız deyil. Hər şey sadəcə yerində lazımlıdır.
Hər şey yerində lazım. Yəni mətbəxinizə baxsanız, məsələn, yemək bişirərkən bəlkə sadəcə bir çimdik istifadə etdiyiniz duz, məsələn, düzdür. Məsələn, duz olmasa yeməyiniz belə deyək də dadsız olar, düzdür. Amma duz yeməyin bəlkə də ən son yada düşən ingrediyentidir. Baxın, bunun kimi bir şeydir əslində ki, hər şey əslində bizə lazımdır. Sadəcə biz onu harda düyməni basıb harda saxlamağı öyrənməliyik. Gəlin biz baxaq bu nəzarət ehtiyacının köklərinə ki, mən birinci, yəni hər kəs bilməlidir ki, onun nəzarət ehtiyacı bu hardan gəlir, kontrol ehtiyacı hardan gəlir və ondan sonra onun üstündə işləməlidir. Mən düşünürəm ki, nəzarət ehtiyacı əslində bu da elə yenə də dərinə geçsək, yenə də bir qoruma instinkti kimi görürəm mən bunu. Çünki nəzarət etdiyim şeylərdə, yəni zehnimdə belə bir algı formalaşmış ola bilər ki, mən nəyə nəzarət edirəmsə, orada yəni təhlükə ehtimalı daha azdır. Düzdür? Yəni təhlükəsizlik var, nədə nəzarət varsa. Bu da yenə də baxın, yenə də bizim uşaqlığımızdan gələ bilər ki, yəni bəlkə şiddət görmüşük, bəlkə o sevilməmə duyğusu, yəni məni təhlükəsiz hiss etdir, necə deyim onu? Mən təhlükəsiz hiss etməmişəmsə, yəni bu belə bir hissi yaşamamışamsa, avtomatik zehnim elə mexanizmalar qurur ki, mən yəni hər situasiyada özümü təhlükəsiz hiss etmək istəyirəm. Yəni istəyirəm ki, belə deyim, ola biləcək bütün o aksiliklərin qarşısını alım, ona da nəzarət edim. Məsələn, mən yadıma gəlir ki, mənim özümdə bu kontrol ehtiyacı çox yüksək idi və mən məsələn tutaq ki, sabah yola çıxacamsa, mən axşamdan təsəvvür edin ki, suyumdan tutmuş salfetkama qədər qapıya qoyardım. Yəni hər şey ki, yəni bir növ belə deyək, yola çıxıram, amma axşamına evə qayıdacam da 2-3 saatlıq bir yolda gedib gəlirəm. Yəni birdən nəsə olarsa ehtimalına qarşılıq mənim çantamda hər şey olurdu o zaman ki, birdən nəsə olar da, yəni o güvən ehtiyacım çox idi həmin zaman. Məsələn, indi də var, yəni indi də belə laylaylom çıxıb getmərəm. Məsələn, yenə də aşağı-yuxarı müəyyən ehtiyaclarım var ki, bilirəm ki, o mənə ehtiyac olacaq, çantamda saxlayaram. Amma dediyim kimi o nəzarəti hansı formada, kontrolu hansı formada edirəm, bəli, o dəyişib. Onu necə idarə edirəm, bəli, o dəyişib. Amma yoxdurmu? Yox, yenə var, çünki ehtiyacım var. Həmişə var. Biz kontrol etməsək, yolu necə gəldi keçərik, bizi maşın vurar. Biz buna, yəni bu bizə lazımdır mütləq şəkildə. Və dediyim kimi, o daxildəki o güvənsizlik, məsələn, ya uşaq vaxtından gələn o güvən ehtiyacı yetəri qədər bizdə təmin olunmuyubsa, biz onu belə deyək, özümüz yaratmağa başlayırıq və bu təbii ki, zamanla aşırıya doğru getməyə başlayır. Və yaxud da ki, belə deyək, yəni buraxsam dağılacaq da. Məsələn, bəzi xanımlar xüsusilə deyir ki, məsələn, mən eril enerjidən biz danışırıq. Deyir ki, axı mən eləməsəm heç kim eləməyəcək, düzdür? Yəni, və yaxud da ki, mənim kimi eləmirlər axı. Yəni, burada sadəcə düşüncə nədir? Buraxsam alınmayacaq. Demək ki, yəni mənim daima kontrol etmə ehtiyacım var ki, mən kontrol etməsəm, orada bir təhlükə yaranacaq, düzdür? Yəni, nəzarət ehtiyacımız buradan gəlir əslində. Həm işdə, münasibətlərdə. Yəni, əslində nəzarət edən, kontrolcu insanlar kənardan belə çox eril, dominant, belə hər şeyə yetişən kimi görünsələr də, onlar daxilə baxanda çox zaman, yəni daxildə belə bir balaca özgüvəni aşağı bir ya uşaq dayanır, özünü güvəndə hiss etməyən, yəni çox daxildə çox həssas biri var orada əslində. Sadəcə qorxur, yəni ona görə də bacardığı qədər ətrafında o təhlükə ehtimalını bir növ azaldır ki, yəni o qorxu hissini ört-basdır edir. Yəni özünüzə əslində bir maskadır. Kənardan deyə bilər ki, kənardan sizə baxan deyir ki, hər şeyi kontrol eləyir, nəzarət, dominant, o, bu. Amma dərinə gedəndə biz görürük ki, bu bir maskadır, məsələn, sizin taxdığınız əslində. Yəni, o maskanın aşağısında kim var? Əslində qorxan, bəlkə də çox belə zəif görünmək istəməyən, birdən zəif görünərəmsə, mənə, məsələn, təhlükə yaranar. Düzdür, bax, bunları düşünən biri var əslində. Xüsusən də bir uşaq, daxildə belə bir uşaq var. Bax, bizim o ehtiyaclarımız əslində oradan gəlir. Və biz o ehtiyacı birinci görüb bilməliyik ki, nədir mənim o ehtiyacım?
Düzdür? Bilək ki, hardan gəlir ki, kökünü bilək və ondan sonra deyək ki, tamam, məndə bu ehtiyac var. Bu ehtiyaca görə mən bu kontrol mexanizmalarını formalaşdırmışam. Məsələn, münasibətdə tutaq ki, qarşı tərəfi qısqanıram. Çünki yəni onun mənim nəzarətimdən etdiyi şeylər mənə təhlükə, nəzarətimdən kənar etdiyi şeylər mənə təhlükə hissi yaradır. Düzdür? Okey, bunu necə nəzarətdə saxlaya bilərəm özümdə? Yəni kontrol etmək üçün də yenə bir nəzarət lazımdır əslində bizim üstümüzə. Ona görə biz deyirik ki, biz bundan tamamilə qurtulmuruq. Amma işimizə yarayan yerlərdə bəli onun sadəcə istifadəsini öyrənməliyik. Xüsusən də dediyim kimi münasibətlərdə əslində nəzarət, kontrol, qısqanclıq bunların müəyyən bir dozada əslində istifadəsi heç də yararsız da deyil, mən deyərdim. Əslində yəni bizi qoruyan olmayıbsa, elə bil özümüzü qorumağa başlayırıq və bunun üçün müxtəlif mexanizmlər formalaşdırırıq da. Yəni nəzarət etmə ehtiyacı da yəqin ki ondan gəlir, amma burada da mənim ağlıma indi öz həyatımdan belə bir nümunə gəldi ki, sanki bu da varsa, yəni yenə də o döngü davam elətdirir də. Yəni qorunmayan bir uşaqlığın olub, tutaq ki, və sən bu mexanizmi formalaşdırmısan və gəlib yenə sənin maraqlarını qorunmayan bir münasibətdəsən ki, sən yenə özünü qorumaq məcburiyyətinə qalsın. Bu biraz o hisslərlə bağlı deyil. Yəni sizcə tutaq ki, orada özünü rahat hiss eləmiş olsaydı, onda yenə nəzarət hissi, nəzarət ehtiyacı yaranardı. Yoxsa bu sadəcə insanın özündən bağlıdır, qarşısındakı insandan asılı olmadan? Baxın, bizim zehnimiz, zehnimdə belə bir sxem varsa ki, artıq yəni mən nəzarət etməliyəm. Çünki bu özümü qoruma mexanizmasıdır. Düzdür, mənim onsuz da həyatıma daxil olan insanlarda məndə bu ehtiyacı ödəyəcəyim insanlardır. Yəni mənim nəzarət etmə ehtiyacıma qarşılıq, məsələn, mən tutaq ki, özüm hər şeyi edirəm, bütün də full nəzarət, mənim qarşımda bəli elə bir insan olacaq ki, onun dünya vecinə olmayacaq və mən deyəcəm ki, onsuz da hər şeyi mən eləməliyəm də, güya mən eləməsəm o eləməz axı, düzdür? Çünki avtomatik belə bir sxem varsa, bu sxemə də uyğun biri olmalıdır ki, mən orada o nəzarət etmə ehtiyacımı təmin edə bilim, aydındır. Amma siz özünüzdə o ehtiyacı kontrol etdikcə, yəni mən bunu şəxsən özüm yaşamış biri olaraq bilirəm, siz o ehtiyacı özünüzdə belə deyək, idarə etməyi öyrəndikcə, o nəzarət etmə ehtiyacını və s. avtomatik sizin ətrafınızda da ya bəli artıq o insanlar sizdən uzaqlaşmağa başlayır. Çünki onların onlara nəzarət edə biləcək birilərinə ehtiyacları var. Çünki baxın bu ehtiyac məsələsi getdilər və yaxud da ki sizin yanınızdakı insanlara avtomatik bir də baxırsınız ki, sizinlə paralel şəkildə onların da yəni dəyişikliyi başlayır onlarda. Siz artıq nəzarətdən çəkildikcə onlar artıq nəzarəti, xüsusən də münasibətlərdə bu belə olur, amma təbii ki, bunun yenə də bir mexanizması mütləq şəkildə var. Yəni biz elə birdən-birə hər şeyi buraxsaq, qarşı tərəf götürməyəcək, ona belə şok bir effekt yaradacaq və hətta bu münasibətdə problem yaranacaq. Biz bunu bu şəkildə istəmirik, düzdür? Biz yəni bilməliyik ki, mənim nə qədər kontrol ehtiyacım var, mən bu kontrol ehtiyacımın nə qədərini münasibətdə saxlamalıyam, nə qədərini geri plana salmalıyam. Məsələn, bunu çox ehtiyatlı formada işləmək lazımdır. Yəni xüsusən də hər münasibətdə ümumiyyətlə kontrolu buraxmaq lazım da deyil. Amma biz bunu bilməliyik ki, harada buraxıram, harada idarə edirəm. Bax, məsələ ondan ibarətdir. Dediyim kimi bunu amma Phoenix-də biz ayrıca video seans kimi işləyirik ki, xüsusən münasibətin üstündən ki, bu daha belə deyək, aydın olsun. Yəni bir növ fərdi şəkildə olduğuna görə istər-istəməz qarşıdakı insanın fərdi ehtiyacına xitab edir. Biz bunu burada danışsaq, gələk səhərə qədər danışaq. Çünki hər kəsin fərdi ehtiyacı fərqlidir, düzdür. Amma biz orada video formatda baxmayaraq ki, mən özüm orada deyiləm, amma videom oradadır və struktur elə qurulub ki, siz yenə seansda kimi hiss edirsiniz və avtomatik sizin ehtiyaclarınız bəlirləndikcə sizə uyğun da bir sxema artıq sizin əlinizdə olur ki, mən bunu necə tətbiq edə bilərəm. Çox maraqlı bir proqram məncə bizi gözləyir. Çünki hələ ki xəbərimiz yoxdur, amma yəni detallı xəbərimiz yoxdur, amma siz artıq elan eləmiş olacaqsınız böyük ehtimal bu video yayımlananda. Ona görə xanımlar da, bütün dinləyicilərimiz də istər WhatsApp-dan Səbinə xanımla əlaqəyə keçirək, istər Telegram kanalından əldə edə bilərlər. Çünki bundan əvvəlki videolarda izləyiblərsə, demək olar ki, bu ay ancaq özümüzdən danışdıq, öz duyğularımızı idarə eləməkdən ki, öz duyğularımızı yəqin ki, idarə edəndən sonra münasibət
münasibət idarə etməsi bizim üçün belə indiki dövrdə daha çətin gəlir ki, münasibətləri necə idarə edək. Və sizə gələn çox sualdır, məsələn, onunla bağlıdır ki, bu münasibət, anamla münasibət necə idarə edeyim, tutaq ki, iş yerində necə idarə edeyim. Amma əslində siz demiş, elə ilk videoda vurguladığınız kimi hər şey bu duyğularımızı idarə etməkdən başlayır, o duyğuların altındakı səbəbləri anlamaqdan başlayır. Ona görə də məncə möhtəşəm bir proqram bizi gözləyir. Sırf bu emosional dönüşüm proqramı. Çox sağ olun belə bir proqram yaratdığınız üçün və bizə sunduğunuz üçün. Ümid edirəm ki, hər kəs də yararlana bilər. Bu arada bitirmədən onu deyim ki, bir dənə istəyirəm ki, çox kiçik bir, çünki biz videonun əvvəlində dedik ki, həm detallı formada necə işləyə bilər, onu da dedik. Bir də dedik ki, yəni çox belə anlıqda, yəni bu belə deyək, necə deyim, daimi bir həll deyil. Amma yəni həmin anda, yəni çox belə əgər köməyə ehtiyacınız varsa, bir dənə kiçik sadəcə gördünüz ki, baxın o artıq yəni idarə edilməz bir səviyyədəsiniz, yəni o kontrola ehtiyacı, yəni sakitləşmək üçün nə lazımdır sizə? Sadəcə həmin anda, yəni baxın belə bir balaca özünüzü sakitləşdirib, çünki orada daxili uşaq təşviş yaşayır əslində və o təşviş sizə yansıyır, düzdür? Sadəcə baxın orada özünüzə təkrar etsəniz ki, mən hər şeyə nəzarət etməsəm belə yenə də təhlükəsizəm. Yəni yenə də belə deyək, güvəndəyəm. Düzdür? Yenə də nəzarət etməsəm belə mən burada zəif deyiləm, yenə güvəndəyəm. Bax, özünüz üçün sayı 2-3 dəqiqə özünüzə onu təkrar edin. Yəni bu belə vuranda da bədəniniz sakitləşir istər-istəməz ki, o sizdə əgər anlıq bir təşviş varsa, dediyim kimi bu belə daimi bir həll deyil. Yəni siz bununla daimi bir yerə gedib çıxa bilməzsiniz, amma həmin anda bu videonu izləyənlər üçün deyirəm ki, həmin anda özünüzü sakitləşdirmək üçün sadəcə bax elə bu hərəkəti etsəniz və desəniz ki, yəni o uşağı sakitlə, yəni elə bilin ki, qucağınızda balaca bir uşaq var, belə götürüb pış sakitləşdirirsiniz. Bax, orada da eyni şəkildə ki, yəni özünüzə deyirsiniz ki, nəzarət etməsəm belə, yəni təhlükəsizəm. Tutaq ki, məsələn, ev dağılıb, aləm dəyib bir-birinə və siz əsəbləşirsiniz, düzdür? Bax, ondan öncə özünüzü sakitləşdirib, təhlükəsizlikdəyəm. Yəni, bu o demək deyil ki, mən zəifəm, mən güvəndəyəm. Yəni, özünüzü, bədəninizi bir neçə dəqiqə sakitləşdirəndən sonra görəcəksiniz ki, daha yaxşı hiss edirsiniz avtomatik, amma təkrar edirəm, bu daimi bir həll deyil, sadəcə anlıq, yəni belə deyək, ehtiyacınız olduğu anda bunu istifadə edib sadəcə həmin anda özünüzü sakitləşdirə bilərsiniz. Yəni 2-3 dəqiqəlik bir təlqin belə bizdə nəsə dəyişiklik yaradırsa, görün bunun səbəbini anlayıb öz üzərimizdə işləsək, həyatımız necə dəyişər? Yenə də bir daha çox sağ olun demək istəyirəm sizə bu ayki videolarımız üçün və yeni yaratdığımız bu proqram üçün. Ümid edirəm çox insan bundan faydalana bilər. Növbəti videolarda, növbəti ayda görüşmək ümidi ilə. Görüşmək ümidi ilə mən də hər kəsə təşəkkür edirəm bu ay bizimlə bərabər olduqlarına görə və ümid edirəm ki, videolarımız, mövzularımız xoşlarına gəldi. Yəni izlədilər, fayda aldılar. Mütləq şəkildə Telegrama da keçsinlər. Orada da çoxlu bizim podkastlarımız var və onları da dinləməyi unutmasınlar. Təşəkkür edirəm sizə də, Aytən xanım sizə də təşəkkür edirəm. Sağ olun.